PR və marketinqin düzgün istifadə olunmamasının bir nümunəsi də bizdə baş verən, ümumiyyətlə ölkədə baş verən, dünyada baş verən təbii fəlakətlər, müharibələr, qəzalar zamanı mediada olan dəstək çağırışlarıdır. Hansı ki, bu dəstək çağırışları kədərli birlikdə bölüşmək, bir-birinə dəstək vermək məqsədli olmalıdır. Ancaq biz mediada şirkətlər tərəfindən görürük, burada loqoların yarışması və həmçinin mediaya daxil olan vizual materialların kontenti necə yaradıcı əks etdirmə ölçüsünün yarışını görürük. Həmçinin şirkətlərin də influencer marketinqdən istifadə etdiyi metod olaraq məsuliyyət daşıyan influencerlərin bir-biri ilə video reelslərin yaradıcılığına yarışını görürük. Əlbəttə ki, bu düzgün deyil. Əlbəttə ki, bütün faciələrin nəticəsi insan ölümüdür, canlı ölümüdür. Biz ölümü adiləşdirə, dəyərsizləşdirə bilmərik. Çünki rəqəmsal dövrdə biz bütün hadisələrə Instagram reelsi kimi baxa bilmərik.